Azərpoçt MMC-nin təşkilatçılığı ilə aprelin 15-də paytaxtda beynəlxalq filateliya üzrə işçi qrupunun iclası start götürüb. Post Europe ilə əməkdaşlıq çərçivəsində təşkil olunan tədbirdə müxtəlif Avropa ölkələrinin poçt operatorları, eləcə də Ümumdünya Poçt İttifaqı və Ümumdünya Filateliyanın İnkişafı Assosiasiyasının nümayəndələri bir araya gəlib. Görüş çərçivəsində poçt markalarının müasir dövrdəki rolu, eyni zamanda filateliyanın inkişaf istiqamətləri və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub. Bundan başqa tədbirdə Avropa markalarının 70 illiyinə həsr olunan xüsusi proqram təqdim edilib. Europe markasının möhürlənmə mərasimi və bu loqo altında buraxılan müxtəlif markaların nümayişi təşkil olunub. Azərpoçt MMC-nin marka şöbəsinin müdiri Sitarə Hüseynovanın sözlərinə görə tədbirin əsas məqsədi Europe markalarının 70 illiyinin qeyd olunması, eləcə də filateliya sahəsinə gənclərin daha fəal cəlb edilməsidir. Avropa poçt markalarının 70 illiyinə həsr olunmuş markaların söndürülməsini də bir yerdə keçirəcəyik və düşünürəm ki, bu bizim üçün yaxşı fürsətdir ki, hamımız bir araya gələk və daha çox bu ölkələr arasında məktub, poçtkart, markalar mübadiləsini artıraq. Azərbaycanda cavan filatelistləri kəşf edək. Çalışırıq ki, öz sahəmizi aktual olaraq qoruyub saxlayaq. Tədbirdə Azərbaycanın ən gənc filatelisti də iştirak edib. Filateliya ilə maraqlanmağımın əsas səbəbi atamdır. Markaya baxanda sanki başqa bir aləmə düşürəm. Rənglərin müxtəlifliyini görür. Təbiət və müxtəlif mövzular haqqında məlumat əldə edirəm. Bu mənə böyük zövq verir. Azərbaycan markaları bizim tariximizi və mədəni irsimizi əks etdirir. Onlar unikaldır və özündə milli ruhu daşıyır ki, bu da onları kolleksiyaçılar üçün xüsusilə əhəmiyyətlidir. Qeyd edək ki, tədbir çərçivəsində post-crossingin Azərbaycanda inkişafı məsələlərdə müzakirə olunub, post-crosserlərlə görüş keçirilib və xüsusi poçt markaları təqdim edilib. Bununla yanaşı 2026-cı il üçün Azərbaycan markalarının 70 illiyinə həsr olunmuş dizayn müsabiqəsinin qalib markası da iştirakçılara təqdim edilib. Nigar Rəcəbova, Xaliq Babayev, APA TV.